Balıqlar və zəlzələ. Suyun dərinliklərində yaşayan balıqların qeyri-adi davranışı zəlzələnin yaxınlaşmasından xəbər verirmi? Bu sual Yapon alimlərindən birini çox düşündürmüşdü. Həmin alim öz fərziyyəsini sübut etmək üçün illər boyu çoxlu fakt toplamışdı. 1923-cü ildə zəlzələ Tokionu viranəyə çevirmişdi. Bu fəlakətdən 2 gün əvvəl şəhərin yaxınlığındakı sahildən suyun dərinliyində yaşayan balıqlar tapılmışdı. 1963-cü ildə professora xəbər vermişdilər ki, Yaponiyanın adalarından birində eyni növdən olan 6 metr uzunluğunda bir balıq özünü sahilə atmışdır. Professor oraya yola düşməkdən imtina edib zarafatla bildirmişdi ki, 2 gündən sonra həmin adada zəlzələ baş verəcək. Həqiqətən, alimin dediyi vaxtda güclü zəlzələ bu adanı lərzəyə gətirdi. Hazırda da Yaponlar öz evlərində, akvariumda balıq bəsləyirlər. Suda onların narahat hərəkətləri bir neçə saat əvvəldən zəlzələ olacağını xəbər verir. Dənizin dərinliklərində yaşayan balıqlar isə bu fəlakətli hadisədən 2 gün qabaq xəbər tuturlar.